amperajların real göstəriciləri nədir? Bu gün onu izah eləyəcəm. Deməli, bəzən müştərilərimiz gəlir, deyir ki, 350 amperli svarka var, 400 amperli svarka. Deyirəm, nə işlətmək istəyirsən? Deyir, ikili üçlü elektrod. Deyirəm ki, yəni sən 400 amperlə zarafat eləmə, çünki o 6-lıq, 7-lik elektrod işlətmək üçündür. Deyir, yox, mənə ikili üçlük lazımdır. Bu niyə olur? Çünki bəzi alətlərin zavod istehsalı olmayanda üzərinə yazılan parametrlər yalan olur, qeydirmə olur belə deyək. Ona görə biz baxmalıyıq orijinal zavod malının üstündəki reallığı əks etdirən parametrlərə. Deməli, başlayır bizdə normalda ikilik, üçlük elektrod işlətmək istəyən, evdə ev üçün istəyən müştərilərimiz almalıdır 130-160 amperlik svarka. Niyə? Çünki 130 amperlə ikiliyi daha çox işlədir, üçlük də işlədir təbii ki, amma qalın detallarda bəzən üçlükdə biraz problem yarada bilər. Mən burada texniki parametrlər deyirəm təbii ki, normalda bizim svarkalar, qaynaq aparatlarında heç birində problem olmur. 160 amperlə isə üçlük çox rahat işlətmək olur, yəni problemsiz. 180 amperlə 4-lü elektroda qədər işlədə bilirsiniz. Yəni 4-lü elektrodda yenə deyirəm, qalın detallar var ki, indi qaynaq işində işləyənlər bilir. Onda bəzən tam yapışdırma şeyi az olur. Yapışmış kimi görsənə bilər metalı, amma əritməsi o qədər yaxşı olmaya bilir. 200 amperdə isə 4-lü elektroda çox rahat, səlis bir şəkildə yandırır. 250 amper isə 5-li elektroda qədər bütün qaynaq elektrodlarını rahat bir şəkildə istifadə edə bilirsiniz. Yəni buradan belə çıxır ki, bir nol fazada ən güclü svarka qaynaq aparatı 250 amperə qədər çıxa bilir. Çünki 220 volt elektriklə bundan o tərəfə çıxa bilmir. Bunun üçün olmalıdır bizdə tok elektrik 3 faza ilə. İndi isə mən sizə göstərim 400 amperlik bizim qaynaq aparatımızın həcmi nə boydadır. Bunlar da bizim 630 amperlik 3 faza ilə işləyən qaynaq aparatı. Bu da 400 amperlik 3 faza ilə işləyən qaynaq aparatımız. Həcmi həqiqətən də olduqca böyükdür və çox böyük elektrodlar üçün nəzərdə tutulub. Bunu izah eləməyimdəki səbəb odur ki, müştərilər biraz axtarsa, araşdırsa, real parametrin gücü nəyə çatırsa, onun elektrodlarını öyrənsin, bilsin. Yəni videomuz bu qədər. Bəyəndisə izləyin, səhifəmizə dəstək olun, videonu paylaşmağı unutmayın.